Herkese salam dostlar, necəsiz? Bugün sizlerle bir yerde Halloween kostümümü sizlerle paylaşacağım. Ben noyabrın 1-i Halloween'e qatılacağıq, Halloween partisinə və əlbəttə ki, mən orada vlogda çəkəcəm. Makyajımı, saçımı necə etdiyimi də canlı yayında sabah göstərəcəm. Canlı yayın təxminən 11-12 arası açaram yəqin ki. Makyajda canlı yayında sizlərlə bir yerdə edəcəyik. Bəlkə biraz da tez də aça bilərəm, tam əmin deyiləm o barədə. Eğer videonu sevmədinizsə və ya mən enerjimi bəyənmirsinizsə, o zaman videonu keçin, xahiş edirəm. Yəni boş-boş rəyləri aşağıya yazmayaq. Dostlar, mənim evimdə bu cür bir geyim vardı. Bu Wednesday-dəki baş rolun, əsas rolun geyiminə bənzəyir və bunu geyindiyim zaman saçımı da onun tipində, makyajımı onun tipində etdiyim zaman demək olar ki, Wednesday-dəki əsas roldakı qıza bənzəyirəm. Buna görə də bunu geyinmə qərarına gəldim. Əlbəttə mən bunu öz tərzimə uyğun geyinəcəm, amma yəni bənzər, oxşar saç modelini və makyajını da edəcəm. Makyajını da öz tərzimə uyğun edəcəm. Yəni Halloween-ə daha uyğun olması üçün biraz daha tünd makyaj eləməyi düşünürəm. Gəldim. Bu cürdə. Əslində bu mənə çox uzundur. Bu arada bir şey deyim. Bu şkafa fikir vermeyin. Yəni bunlardan var. Sadəcə olaraq taxmalı olduğum üçün belə qalır. Yəni fərqli bir arxa plan olsun deyə burada çəkmək istədim. Bunu davam elədim çünki bura daha yaxşı görsəndir mənim gözümdə. Əgər siz bu arxa planı bəyənmədinizsə, qeyd eləyin, rəyləri də dəyişdirək. Deməli altına dostlar bu cür bir papaq geyinəcəm. Kalkotkamı da geyindim. İndi isə niyə kalkotka geyindim? Çünki mən bunu yuxarıya qatlayacağım. Bu mənə çox uzundur. Alt qismi də düz, sadə olduğu üçün mən bunu yuxarı qatlayıb üstünə isə korse bağlayacağım. Onu edin gəlin. Burada videonu makyaj çəkirəm. İnşallah sizin problem deyildir. Geyimimin final görüntüsü bu cürlədir. İnşallah bəyənmiş olarsınız. Belə bu cür. Alt qismi tam görürsünüz mü? Belə eləyim. Altıma ise bu cür bir kablok giyineceğim. Əslində onun geyimində bu tip ayakkabılar var, amma məndə o tip əslində ayakkabı var, sadəcə olaraq ayağımı balacadır. Biraz öz razmerimi almadığım üçün ayağımı balacadır və sıxır məni. Ona görə də bunu geyinəcəm. Eyni zamanda məni çox hündür göstərəcək. Məncə bu geyimlə olduqca gözəldir. Final görüntüsünü isə paylaşacağım. İzləmədə qalın və videonu bəyənməyi, kanalıma abunə olmağı və mənə dəstək olmayı unutmayın, istərsiniz.